Seyid Əli Haşimi. Allah rəhmət eləsin. Çox dəyərli bir türk idi. Baxmayaraq ki, molla idi. Təbrizin İmam Cüməsi idi. Bundan öncə də Əyətullah Həsəni var idi. Urmiya İmam Cüməsi. Xatırlayırsınızmı? Molla Həsən deyirdilər. Həsən. Yox, mən onu xatırlamıram. O dünyasını dəyişib. Xatırlayıram o Urmiyanın etnik yapısının dəyişdirilməsinə qarşı onu qədər türkçü mövqe sərgili mübarizə aparan ikinci adam olmuyor. Molla Həsəni deyirdilər, Zahir bəy. Molla Həsən Əyətullah idi. Onların milli davasını mən hesab edirəm ki, bəlkə də Azərbaycan tarixində, türk tarixində çox sayılı adamlar aparıb. Digər tərəfdən də traktor takımının mücadiləsində 10 minlərlə soydaşımız meydanlarda türklük şüarları səsləndirəndə rejim hər zaman onları cəzalandırmağa çalışırdı. Onların həbs olunmasına qarşı çıxan çox sayılı bizim Əyətullahlarımız var idi. Biz onları dəyərləndirmə bacarmaq. Candar bəy, bəs amili? Amili özünü heç zaman türk deməyib, Zahir bəy. Mən hər zaman demişəm ki, amili bütün açıqlamalarında deyir ki, biz Azərilər. Və amili türklük şuurunda olan dini xadimlərin cərgəsində deyil. O, Səyid Cəlililərin takımında olan bir Əyətullahdır ki, Ərdəbildən olmasına baxmayaraq, bu adamın türklük şuuru sıfırdır. Türklərə Azəri deyən, farsçılıq uğrundan mübarizə aparan faşistlərin başqa bir obrazıdır. Ona görə mamulunu biz bu cürə dəyərli Əyətullahlarımızla eyniləşdirə bilmərik. Digər tərəfdən, bugün Sepah silahlı qüvvətlərinin içərisində çox sayılı generallar bilirsiniz ki, türkdür. Onlar savaş aparır. Nizami silahlı qüvvətlərin içərisində çox sayılı türklər var. O türklər ki, Azərbaycana və Türkiyəyə qarşı fars faşizmin cinahlarının apardığı mücadilədə onlara qarşı dirənirdilər. Bu baxımdan həm Molla Kratiyanın içərisində olan türklük şuurunu daşıyan çox sayılı bizim soydaşlarımızın olduğunu biz bilirik. Eyni zamanda bugün İranda türklük mücadiləsinin önündə gedən Sepah generalı Zəncani də var, Zahir bəy. Traktor takımının rəhbəri, prezidenti. O özü Sepahın generalıdır. Amma meydanlarda görürsünüz, türklük dalğası, böyük türk millətinin iradəsi necə sərgilənir. Eyni zamanda siz Zəncanın televizyonlarda çıxışına qulaq asmısınız. Deyir, böyük bir türk millətini həqarət etmək, onun kutsal duyğularına qarşı mübarizə aparmaq, bizləri təhqir etmək deməkdir deyən bir Zəncani var bugün Təbrizdə. O, Sepahın əski generalıdır, Zahir bəy. Bugün biz təbii ki, soydaşlarımızı və eyni zamanda farslar içərisində farsçılığa, fars faşizminə qarşı mübarizə aparan çox sayılı insanlar var. Biz onları dəyərləndirməli. PKK güclərinin əlinə oynamayan, Siyonizmə qarşı mübarizə aparan çox sayılı kürdlər var. Biz onları alqışlayırıq buradan. Onlar PKK-ya kukulalıq eləmirlər. Milli dəyərlərə və inanclara söykənib mücadilənin içərisində yer alırlar. Bəluçistan bölgəsi, Zahir bəy bilirsiniz, hər zaman rejimlə tərs gəlib məsələçilik anlamında. Bugün İranın bütövlüyü uğrunda mübarizədə pedofillər bu bölgəyə gələ bilməz şüarından çıxış eləyir. Fikirləri bizlə üstə düşür. Biz onları alqışlayırıq. Saud Ərəbistanına kukulalıq eləməyən Əhvaz bölgəsində ərəblər var. Onlar bugün siyonizmə və pedofil dünyasına uşaqlıq eləmirlərsə, onlara qarşı mücadilə aparırlarsa, biz onları alqışlayırıq. Bugün İran rejimi içərisində türklüyə qarşı böyük nifrət olan Əyətullahlar var. Biz onları tanıyırıq. Onların %60-70'i Məclis Xubriqandadır. O Məclis Xubriqandakı onlar Xamneyinin də əleyhinə idilər. İngilis şiəçiləri deyirdilər, Xamneyi deyirdi onlara. Dünənə qədər savaş olana qədər oğlu Müştabanı öz yerinə seçdirsin, İngilis şiəçiləri, Əyətullahlara ona imkan vermədilər. Bilirsiniz o hansı Əyətullahlardı, Zahir bəy? Londonda Azərbaycanın bayrağını indirənlər kim idi? Mehdinin Qulları adında təşkilat. Şirazinin qardaşı Məhəmməd Şirazinin qızının yoldaşı London şiəçilərinə rəhbərlik eləyən, onların kuklalığını yerinə yetirən adam
Cuva, ya Hüseyin deməyən Azərbaycana qarşı mücadilə aparıb, Azərbaycan bayrağını indirirdi, Azərbaycan səfirliyinə hücum edirdi. Onların təmsilçiləri məclisi Xubriqanda %60-70. O mollalardı bizim düşmənimiz. Azərbaycan bayrağını Londonda indirənlər, Təbrizdə, Tehranda türkləyə qarşı mübarizə aparan fars faşist mollalardı bizim düşmənimiz. Bugün Pezişyanla mücadilə aparırlar, Zahir bəy olar. Bugün İranda İranın bütöv olmasın, bölünsün deyən mücadilənin içərisində onlar da yer alırlar. Niyə bilirsinizmi? Yetər ki, Pəhləvinin oğlu Kirus Pəhləvi İrana gəlsin, bunlar Londona getsinlər, Amerikaya getsinlər, yaşasınlar, amma yerində böyük bir Farsistan qurulsun. Bu cürə fars-faşist təfəkküründən mücadilə aparan çoxsaylı mollalar var ki, onlar da İsrail kimi, Amerika kimi İranın dağılmasını istəyirlər. Çünki onlar bilir ki, bu İran deyilən məmləkət Farsların məmləkəti deyil. Böyük Türk millətinin məmləkəti İsfahan mərkəzli Türkistandır. Oranı darmadağın eləmək üçün onlar Şahın oğlundan da bir yerdədirlər. İranı dərindən-dərinə tanıdıqca Zahir bəy, kim kimdir? Sualına doğru və düzgün cavab verməliyik. Pəhləvinin oğlu Rıza Kiruz Pəhləvi 2006-cı ildə xatırlayırsınız, mən bu haqda danışmışam. Təbrizdə may ayında böyük hərəkətlənmə başlayanda türklər meydana çıxanda 100 minin üstündə soydaşımız meydanlarda öz haqlarını tələb eləyəndə Kiruz Pəhləvi Xamneyiyə belə bir müraciət etdi. Mövzu Azərbaycandırsa sizi dəstəkləməyə hazırıq. Budur bunların bir-birinə qarşı mübarizə aparmaları. Budur Pəhləvinin Xamneyə qarşı mübarizə aparması. Yetər ki, Türk olmasın. Yetər ki, Azərbaycan olmasın.